Kızım, birinci cümləni oxu. Ona ehtiyacımız yoxdur hələ. Birinci cümləni oxu sən əvvəlcə. Yox, o tapşırığa şərtidir. Onu mən oxudum ki, cümlədəki sözlərə uyğun sualları müəyyən eləyəcəyik. Bayaq bundan əvvəl necə işlədik? Cümlənin altında suallar vardı. İndi həmin qayda ilə. Birinci cümləni oxu. Dostları ilə Ay, sağ ol. İndi birinci sözün hansıydı? Cırtdan, düzdür? Cırtdana sual versə nə sual verəcək? Cırtdan. Ay, sağ ol. İkinci sözün nədir? Yazma içinə. Dostları ilə. Dostları ilə sual versə necə olacaq? Dostları ilə. Yəni, bayaq dedim. Afərin uğura. Kimi ilə? Sonra o birisi söz, odun. Qızım, cümlən qalıb hələ. Üçüncü sözə bax. Odun, odun sözün qalıb. Yuxarıdakı cümləyə baxırsan, ne qızım sən? Hərə bir cümləyə baxacaq. Odun sözünə sual ver yuxarıda, odun. Odun. Aha. Ay, sağ ol, nə? Sonra sonuncu sözün nədir cümlənin sonunda qızım? Bax, sən başqa yerə baxırsan, ne mənim oğlum? Bax, bu sözdə qalmışsan. Bu sözü oxu. Sonuncu var. Sənin cümlən buydu. Cırtdan dostları ilə odun topladı. Topladı sözü indi sual ver. Topladı. Ay, sağ ol. Kim ilə nə etdi? Suallarım belə oldu. İndi ikinci cümləni gələcək. Əli Hüseyin, gəl. İkinci cümləni gəl oxu mənim üçün. Görəndə. Aha. İndi başdan başlayaq. Sual veririk. Cırtdanlar. Cırtdanlar maliyə gətirir. Yox, cırtdanlara sual ver. Cırtdanlar, kimlər? Kimlər? Sonra ikinci sözün nədir? Ağcanı. Qoyuram. Ağcanı sözünə sual ver. Kim sual verər? Kim yox, kimi? Ağcanı, kimi? O birisi söz? Görəndə. Görəndə. Görəndə nə etdi? Nə edəndə? Sonra sevindilər. Sevindilər sual ver. Əslində görəndə sözü biraz böyüyəndə görəcəksiniz ki, zaman zərfidir. Biz amma onu hələ keçə bilmirik deyə sadə sualdan istifadə edirik. Sevindilər sözünə sual ver. Sevindilər. Nə etdilər? Nə Hüseyin? Nə cəbsən? İndi görək sonra kimdir? Yusif, gəl. Nə olub, səsin çıxmır, həmişə deyirdim, mən gəlim, nə olur? Yox, sizə çətin gəl. Bir uşaqlar, sizə çətin gələ bilər, heç nə olmaz. Birlikdə öyrənəcək. Nə inirdik? Keçirdi. İndi sual ver. Əla. Meşədən. Orada silməyiblər lövhəni, altdakı yazılar qalıbdır, rahat oxumur. Meşədən. Sual ver. Hə. Meşə sözünə biz hansı sual veririk? Hara. İndi meşədən, bir dənə oradan danı da artır, onun yanına olsun. Haradan. Sonra? Aha. Keçirdi, sual ver Yusuf. Keçirdi. Nə edirdi? Nə edirdi? Sözün içindəkini sanki o şəkildə artırırıq sual cümləsinin sonuna. Sonra indi İslam Əli gəl. Əyləş. İslam Əliyə uzun cümlə düşdü. Aralıdan da oxuya biləsən. Ucadan oxu balam. Əla. İndi birinci sözü nə idi? Son. Əla. Sonra? Sevimli. Sevindi deyil o. Sevimlidir. Sevimli. Mən demişdim ki, sonu luli ilə qutaran sözlərə biz hansı sual veririk? Sevimli. Ağıllı. Savadlı. Bilikli. Hamısı luli ilə sual verdik. Necə? Sevimli olacaq. Necə? Necə? Digər sözə keç. Nağıl. Nağıl qəhrəmanlarına birlikdə sual verəcəyik. Kimləri? Ya da nağıla sual verilə nə? Nağıl. Nə? Düzdür? Qəhrəmanları vardı. Qəhrəmanları vardı. Necə sual verəli uşaqlar sizcə? Kimləri? Vardı. Qəhrəman çünki insan obrazında olduğu üçün biz orada nəyi sualı verə bilməkdir? Kimləri deyirik? Əyləş balam. İndi gəl Məryəm. Gəl görün. Olacaq qızım. Gəl. Oxu cümləvi. Yunşen dağ çəkdi. Burada qəşəng rahat görün.
Əla. İndi birinci. Sual ver. A, sual. Əla. İkinci sözün. Düz. Harada olar, nədə olar burada? Aha. Aferin sənə. İndi növbətdə digər uşaqlar növbət tapşırıq üzərində işləyir.